Neçə illərdən qalma podvalda gizlədilmiş çaxır tapıb gətirmişdik obyektə, o da belə oldu. Deməli, bazar günü oturmuşduq obyektə, çox fikirləşdik ki, maraqlı nə çəkə bilərik, durub gəldik yenə Niz qəsəbəsinə. Bazar günü Niz bazarı, səliqə, sahman, bolluq, biz də baxırıq görək maraqlı nə tapıb ala bilərik. Balakəndən gəlmiş qurudulmuş xurma var idi, ondan aldıq. Sonra Göyçaydan gəlmiş qəşəng naşərab var idi, ondan da alıb gətirib qoyduq yerinə. Yaxşı bir karobka soku çəkilməli Göyçay narından da alıb maşına yerləşdirib yola düşürük qəsəbənin özünə. Niz həm də çəkilmə çaxırları ilə çox məşhurdur. Bura udi ocağıdır, ağacın içində çaxırlar üçün zirzəmi düzəldiblər. Çaxır zirzəmisində müxtəlif markaların çaxırları da var. Amma bizim bugün çəkiliş üçün axtardığımız maraqlı mövzu bu gördüyünüz şüşələr idi. Bir əldə 2 qarpız tutmaq olmasa da 2 kompot tutmaq olarmış. Bizə çatan əmanətləri götürüb üzə obyektə yola düşürük. Zarağan kuruğuna çatanda da qərara gəlirik ki, gedib Əmilinin kuruğundan qaydaq, gözümüz biraz mənzərə görsün. Bəlkə hər gün gedib gələnlər üçün bu mənzərə biraz adiləşə bilər, amma bu yol ilin hər fəslində özünə məxsus gözəl olur. Gəlib çatırıq obyektə, bazarlıqları təhvil veririk və olacaqlardan xəbərimiz olmadığına görə Qarobkanın qulpu qırılır, çaxırın birini itiririk, şef deyir ki, narahat olmayın, mən indi sizin üzünüzü güldürərəm. Tez bir dənə dana şapalaq atır tavaya. Dana əti insan orqanizmi üçün ən faydalı ət hesab olunur. Onun tərkibində xüsusilə B1, B2, B6, B9 vitaminləri, maqnium, kalium, kalsium, natrium, dəmir və fosfor var. 100 illərdən bəri dünyanın hər yerində qırmızı ət və qırmızı şərabın həmin kombinasiyası bütün yeyib-içənlərə məlumdur. Bizdə şapalaq həm tavada, həm manqalda var. Bu möhtəşəm kombinasiyanı bir yerdə yoxlamaq istədiyiniz dostunuzla videonu paylaşın və əlavə suallarınızı bizə yaz. Ətin nə qədər ustalıqla bişirilib suyunu özündə saxladığı bu kadrda çox aydın görünür. Çaxır qədəhini isə özümüz tətbiq oluna biləcək məhdudiyyətlərə qarşı istifadə eləmədik.